2026-cı ilin əvvəlindən etibarən Muxtar Respublikanın əhalisi 298 nəfər artaraq 2026-cı il mayın 1-i üçün 472.727 nəfərə çatıb. Əhalinin ümumi sayının 35,5%-ni şəhər, 64,5%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Əhalinin sayının düzgün hesablanması yalnız statistik məqsəd daşımır. Bu məlumatlar məktəblərin, xəstəxanaların, yaşayış məntəqələrinin, nəqliyyat və kommunal xidmətlərinin formalaşdırılması, dövlət büdcəsinin planlaşdırılması və sosial proqramların hazırlanmasında mühüm informasiya mənbələrindən sayılır. Əhalinin sayının müəyyən edilməsi əsasən əhalinin siyahıya alınması və cari demoqrafik uçot məlumatları əsasında həyata keçirilir. Siyahıya alınma hər 10 ildən bir aparılır. Ölkəmizdə sonuncu dəfə siyahıya alınma 2019-cu ildə reallaşıb. Cari əhalinin sayının hesablanması, sonuncu siyahıya almanın yekun nəticələrinin Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbələri tərəfindən təqdim olunan doğum ölüm aktları və Daxili İşlər Nazirliyinin gəlmə-getmə talonları əsasında həyata keçirilir. Əhalinin sayının düzgün hesablanması regionun demoqrafik vəziyyətinin düzgün qiymətləndirilməsinə imkan verir. Əldə olunan statistik məlumatlar isə sosial-iqtisadi inkişaf proqramlarının hazırlanması, əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi və gələcək planlamanın həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.